Təhsil eksperti Ramin Nurəliyev isə deyir ki, təhsil sistemində aparılan rəqəmsal islahatlar artıq öz nəticəsini göstərir. Onun sözlərinə görə elektron diplom və attestatlar həm sənəd dövriyyəsini sadələşdirəcək, həm də məzunların təhsil və karyera imkanlarını genişləndirəcək. İşə götürənlər həmin diplomların qanuniliyini və yaxud da saxta olub-olmamağını müəyyən etmək üçün QR kod vasitəsilə həmin diplomların və yaxud da attestatların qanuniliyini müəyyənləşdirəcək. Bununla yanaşı tələbələr və yaxud da ki, şagirdlər xarici ali təhsil müəssisələrində təhsil almaq arzusundadırlarsa, artıq kağız daşıyıcılar formatında diplomların gözləməsinə ehtiyac qalmayacaq. Elektron formada təqdim olunan diplomlar qısa bir müddətdə sistemə yüklənəcək. Artıq sistemdən həmin diplomun elektron formatını istədiyi ali təhsil müəssisələrinə müraciət əsnasında göndərə biləcək. Elektron diplomların təqdim olunması MDB məkanında sadəcə Azərbaycandadır hal-hazırda və bu da əlbəttə ki, Azərbaycanın ciddi bir şəkildə bütün istiqamətlər üzrə olduğu kimi təhsil istiqamətində də inkişaf etdiyini göstərir. Təhsil eksperti Ramin Nurəliyev əlavə etdi ki, Azərbaycanın süni intellekt sahəsində dünya ilə rəqabət apara bilməsi üçün bu istiqamətdə kadr hazırlığının təməli məktəbdən qoyulmalıdır. Süni intellekt istiqamətində hal-hazırda Azərbaycan ciddi bir şəkildə həm orta ümumi təhsil məktəblərində, həm də ali təhsil müəssisələrində süni intellekt ixtisaslarının və fənlərinin açılmasına təşəbbüs göstərir. Bizim həqiqətən də orta ümumi təhsil məktəblərində potensiallı şagirdlərimiz var. Biz bu fənlərin tədris olunmamasına rəğmən şagirdlərimiz ciddi bir şəkildə sosial platformalarda süni intellekt proqramlarını hazırlayıb paylaşırlar. Əgər belə bir potensial varsa, orta ümumi təhsil məktəblərində bu istiqamətdə şagirdlərimizə dəstək verilərsə, süni intellekt dərsləri keçirilərsə, eləcə də ali təhsil müəssisələrində artıq bu ildən başlayıb, ali təhsil müəssisələrində süni intellekt ixtisasları açılarsa və bu gələcəkdə bizim artıq süni intellekt istiqamətində dünya nəhəngləri ilə rahat bir şəkildə rəqabət aparacağımızdan söhbət açır. Təhsildə